həm silahı, həm də həkim çantası ilə döyüşən Gültəkin Əsgərova vətənin dar günündə onu ailəsindən, övladından belə üstün tutur. Ana, salam, mən sağ və salamatam. Hər şey normaldır. Mən qələbənin sonuna qədər buradayam. Şuşa alınana qədər. 1992-ci il mayın 8-də Şuşanın işğalından bir gün sonra Şuşanı sonuncu tərk edənlərdən biri olur. Şuşanın işğalından sonra Gültəkin Əsgərova Laçının, daha sonra isə Qubadlının müdafiəsində iştirak edir. 1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yollanır. Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi yenidən xidmətə başlayır. Aranzəmin yüksəkliyinin ətəyində onun tibbi xidməti üçün yer ayrılır. Atəş səslərinin gücləndiyini eşidən qəhrəman həkim yaralı əsgərləri xilas etmək üçün